Salam, hər vaxtınız xeyir olsun. Həftənin iqtisadi icmalı ilə qarşınızdayıq. Bu buraxılışda diqqət mərkəzində beynəlxalq əməkdaşlıq siqnalları və ixrac göstəricilərində diqqət çəkən artımlar var. İlk olaraq ABŞ-dan Azərbaycana mühüm iqtisadi missiya ilə bağlı məlumat verək. ABŞ-ın Ticarət və İnkişaf Agentliyi aprelin 15-dən 20-sinə qədər Azərbaycana missiya səfəri təşkil edəcək. Bu səfər konkret və stratejidir. Çünki ölkədə həyata keçirilən infrastruktur layihələrinə birbaşa çıxış əldə etmək, dövlət qurumları ilə əlaqələri gücləndirmək və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək olduqca vacibdir. Bu o deməkdir ki, Azərbaycan yenidən beynəlxalq iqtisadi diqqət mərkəzinə çevrilir və xüsusilə infrastruktur sahəsində yeni investisiya perspektivləri formalaşır. İkinci olaraq 2026-cı ilin ilk 2 ayı Azərbaycan iqtisadiyyatı üçün müsbət dinamika ilə yadda qalıb. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% artaraq 580 milyon dollardan çox olub. Xüsusilə diqqət çəkən məqam isə yeyinti məhsullarının ixracıdır. Burada artım 30%-dən çoxdur. Amma əsas maraqlı detal struktur dəyişikliklərindədir. Şəkər ixracı 4 dəfədən çox, pambıq iplik ixracı 2,6 dəfədən çox, yağlar isə 2 dəfədən artıq artım müşahidə olunub. Bundan əlavə meyvə, tərəvəz, alüminium məhsulları və içkilər üzrə də sabit yüksəlim müşahidə olunur. Bu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı tədricən neftdən kənar istiqamətlər üzrə daha dayanıqlı model üzərində qurulur. Bir digər xəbərimiz isə Abşeron rayonunda enerji təminatını gücləndirəcək yeni layihə ilə bağlıdır. Azərişıq ASC tərəfindən Novxanı qəsəbəsində yeni yarım stansiyanın tikintisi planlaşdırılır. Bu stansiya mövcud, artıq köhnəlmiş paylayıcı qurğunu əvəz edəcək. Layihənin ümumi maliyyə dəyəri isə 4,1 milyon manatdır. Türk Dövlətləri Təşkilatı artıq qlobal iqtisadi sistemdə nəzərə çarpacaq aktora çevrilir. Son məlumatlara görə təşkilata üzv ölkələrin ümumi daxili məhsulu 2,1 trilyon dolları ötüb. Bu isə dünya iqtisadiyyatında təxminən 2%lik pay deməkdir. Türk dövlətləri arasında qarşılıqlı ticarətin həcmi isə 57 milyard dollar səviyyəsindədir. Ümumi xarici ticarət dövrəsi isə 1,1 trilyon dollara yaxınlaşır. Bu göstəricilər onu göstərir ki, inteqrasiya potensialı hələ tam istifadə olunmayıb və qarşıdakı illərdə bu blokun iqtisadi gücü daha da arta bilər. Yaxın şərqdə isə gərginlik və orta dəhlizin perspektivləri çərçivəsində irəliləyişlər mövcuddur. Belə ki, Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə yaxın şərqdəki gərginlik regiondakı iqtisadi axınları dəyişdirə bilər. Qısa müddətdə bu, turizmin azalması, inflyasiya təzyiqlərinin artması və maliyyə şərtlərinin sərtləşməsi ilə müşahidə oluna bilər. Uzun müddətli perspektivdə bu proseslər tranzit marşrutlarının yenidən formalaşmasına səbəb ola bilər və nəticədə orta dəhliz üzrə yükdaşımaların artması ehtimalı yüksəlir. Bu isə Azərbaycanın logistika və nəqliyyat kimi rolunu daha da gücləndirə bilər. Azərbaycan qazı Avropada mövqeyini gücləndirir. Belə ki, Azərbaycan qazının Serbiyaya çatdırılması ilə bağlı müqavilənin müddəti bu ilin sonuna qədər uzadılıb. Yenidən Türk dünyasına qayıdırıq. Türk dünyası bu səfər yaşıl enerji xəritəsi üstündə aktivliyini qoruyacaq. Qazaxıstan Senatı Azərbaycan və Özbəkistanla yaşıl enerji üzrə strateji tərəfdaşlıq sazişini ratifikasiya edib. Saziş, birgə bərpa olan enerji layihələrini, enerji sistemlərinin inteqrasiyasını və Xəzərin dibi ilə sualtı kabelinin çəkilməsini ehtiva edir. Bu kabel vasitəsilə yaşıl enerjinin Avropa bazarlarına çıxarılması planlaşdırılır. Yəni, Azərbaycan artıq yalnız qaz ixracatçısı kimi deyil, həm də gələcəyin yaşıl enerji təsisatçısı kimi mövqeyini gücləndirir. Süni intellekt və data mərkəzləri yeni iqtisadi mərhələdə. Azərbaycan rəqəmsal transformasiya istiqamətində növbəti addımı atmağa hazırlaşır. İqtisadiyyat naziri Mikhail Cabbarov ABŞ-nin süni intellekt şirkəti Highmaker'in rəhbəri ilə görüşdə ölkədə data mərkəz və bulut platformasının qurulmasını müzakirə edib. Layihənin mərkəzi nöqtəsi Ələt Azad İqtisadi Zonasıdır. Highmaker şirkəti isə bu sayədə kifayət qədər güclü oyuncudur. Çünki müxtəlif süni intellekt modellərini vahid platformada birləşdirərək biznes və dövlət qurumları üçün çevik həllər təqdim edir. Bir digər xəbərimiz isə Azərbaycan üçün növbəti illərin inkişaf istiqamətləri ilə bağlıdır. Bununla bağlı BMT-nin vacib bir sənədi var. BMT-nin davamlı inkişaf üzrə əməkdaşlıq çərçivəsinin yeni mərhələsi üzrə ümumi büdcə 85,3 milyon dollar təşkil edib. Bu vəsaitin 51 milyon dolları artıq mövcuddur.
Qalan 34 milyon dolların isə növbəti 5 il ərzində cəlb olunması planlaşdırılır. 2026-2030-cu illəri əhatə edən sənəd inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi, ekosistemlərin qorunması və iqlimə davamlı yaşıl artım modeli istiqamətləri üzərində qurulub. Əgər bu cür həftəlik iqtisadi icmalar sizə maraqlıdırsa, kanalına abunə olub bildirişləri aktiv etməyi unutmayın. Gələn həftə yenidən görüşənədək.